Bu günləri müxtəlif mühitlərdə elektrik cərəyanı bəhsinin bir bölməsi olan metalların izahını paylaşacağım sizlərlə. Biz bildiyimiz kimi metallar sərbəst şəkildə elektrik cərəyanı keçirən maddələrdir. Karl Ricke adlı alim belə bir fərziyyə irəli sürmüşdür ki, metalların elektrik keçiriciliyi sərbəst elektronların nizamlı hərəkətindən ibarətdir. Bu alim irəli sürdüyü fərziyyəni 1901-ci ildə apardığı eksperimentində təsdiq etmişdir. Yəni bildiyimiz kimi fərziyyənin doğruluğu eksperiment əsasında sübuta yetirilir. Gəlin görək bu eksperiment nədən ibarət idi? Sabit cərəyan dövrəsi və bir-birinə sıxılmış 3 eyniölçülü metal silindir. Yəni ən çox adını çəkəcəyimiz ifadələr bunlar olacaq eksperimentdə. Bu alim 3 eyni ölçülü metal silindiri bir-birinə sıx şəkildə birləşdirdi və birləşdirdiyi bu silindirləri də gətirib sabit cərəyan dövrəsinə birləşdirmişdi. Bir il müddətində fasiləsiz olaraq bildiyimiz kimi bir il, yəni heç də qısa müddət deyil. Belə qeyd etsəm, deməli burada misdir, alüminiumdur və bu hissədə misdir və bir il fasiləsiz şəkildə bu cərəyan dövrəsindən elektrik cərəyanı axmışdır. Yəni fasiləsiz şəkildə belə deyək də, bu da çox da bir qısa müddət deyil. Bir il keçməsinə baxmayaraq alim müşahidə etmişdir ki, yəni uzun müddət keçməsinə baxmayaraq mis ionlarının alüminiuma, alüminium ionlarının isə misə daşınması baş verməmişdir. Yəni belə deyək də, biz metallar üçün ion yazıb üzərindən xətt çəkə bilərik. Metalların elektrik keçiriciliyindən danışırıqsa. Buradan da belə bir nəticəyə gəlmişdi ki, məhz metalların elektrik keçiriciliyində ionların heç bir rolu yoxdur. Yəni ionlar elektrik cərəyanının keçiriciliyində iştirak etmirlər. Bəs nəyə görə ionlar metallarda elektrik cərəyanının keçməsinin zamanı, yəni niyə elektrik cərəyanı metallardan keçərkən ionlar iştirak edə bilmirlər? Metallar fiziki sistemdir. Yəni kristal quruluşa malik olan bir fiziki sistemdir. Adi halda məsələn metal atomları valent elektronunu itirsə nə baş verəcək? Çevriləcək müsbət iona. Kristal qəfəsinin düyünlərində yerləşən həmin bu ionlar da müəyyən tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkət edir və buna görə də ionlar belə deyək də metallarda elektrik cərəyanının keçirməsi prosesini, yəni iştirak edə bilmirlər. Metallarda əsas yük daşıyıcılar da sərbəst elektronlar olacaqdır. Bəs niyə məhz elektron demirik? Biz sərbəst elektronu belə deyək də sərbəst elektron deyirik. Yəni bu sərbəst sözünü vurğulayırıq. Səbəb də odur ki, ümumiyyətlə metaldakı valent elektronlar atomu asanlıqla tərk edərək ionlar arası fəzada sərbəst şəkildə hərəkət edə bilir. Və buna görə də biz həmin bu sərbəst şəkildə hərəkət etdiyi üçün məhz biz bu elektronları, yəni keçiricilikdə iştirak edən elektronları sərbəst elektronlar adlandırırıq. Metallarda sərbəst elektronların konsentrasiyasından danışsaq, metallarda sərbəst elektronların konsentrasiyası 10^26, 10^28 intervalında dəyişir. Konsentrasiyanın da vahidi məlum məsələdir ki, 1 bölünsün kub metrə bərabərdir. O da 1 metr üstü -3 deməkdir. Bizim ən çox istifadə edəcəyimiz düsturlardan biri də budur. Seven adlandırdığımız düsturdur. Burada deməli I cərəyan şiddətidir, S naqilinin kəsinin sayəsidir, Y elementar yükdür, yəni təbiətdə mövcud olan ən kiçik yükdür. 1,6 vurulsun 10^-19 kulona bərabərdir. V nədir burada? V sürətdir. Nəyin sürətidir? Məhz bu belə deyək də elektronların sürətidir. Eyni də məlum məsələdir ki, bayaq alıb çəkdiyimiz kimi elektronların nəyidir? Konsentrasiyasıdır. Metallar üçün biz volt-amper xarakteristikasını qeyd etdikdən sonra keçib izah edəcəm sizə ifrat keçiriciləri və metalların elektrik müqavimətini, yəni metalların müqavimətinin temperaturdan hansı şəkildə, yəni necə formada asılı olması. Biz volt-amper xarakteristikasını yazsaq, metallar üçün volt-amper xarakteristikası, ümumiyyətlə yəni volt-amper xarakteristikası, yəni məsələn biz bunu qazlar üçün çəkəcəyik. Volt-amper xarakteristikası cərəyan şiddətinin gərginlikdən asıllığıdır. Cərəyan şiddəti gərginlikdən düz mütənasib şəkildə asılıdır. Hansı düstura görə ohm qanunu ifadəsini yazsaq, I bərabərdir, U bölünsün R düsturuna görə. Burada R metal naqilin müqavimətidir. Metal naqilin müqavimətinin BSD vahidi 1 ohma bərabərdir. U isə gərginlikdir. Gərginliyin də BSD vahidi 1 volta bərabərdir. I də məlum məsələdir ki, cərəyan şiddətidir. Cərəyan şiddətində vahidi 1 amperə bərabərdir. Yəni metallar üçün volt-amper xarakteristikası bu formada ifadə olunmuş olacaq. Bəzən testlərdə biz rastlaşırıq ki, indi nəyin izahına keçirəm? Keçirəm metalların temperaturunun müqavimətdən asılı olmasına.